Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ahmeduhu ve esta'inu ve estağfiruhu ve etevekkelu aleyh. Ve usalliye ve usallime ala habibihir Resulil azam. Seyyidina Muhammedinil Mustafa. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve alihi tahirine siyyama Aliyin emiril mu'minin. Ve habibetihi Zehra'il merdiyye. Vel Hasan vel Hüseyin seyyidey şebab ehlil cennet. Ve Ali ibn'l Hüseyin Zeynil Abidin ve Muhammed ibn Ali'l Bakir ve Cafer ibn Muhammed'in Sadik ve Musa ibn Cafer'in Kazım ve Ali ibn Musa Rıza ve Muhammed ibn Ali'l Cevat ve Ali ibn Muhammed'in Hadi ve Hasan ibn Ali Zeki'l Askeri ve Hüccet ibn Hasan'l Qaim'l Mehdi. Allahümme salli Salavatullahi aleyhim ecma'in. Usikum ve nefsi bi tegvallah. Təqvalıların digər bir xüsusiyyəti möminlərin əmirinin bəyanında belədir. Və la tənsə mə zukkirə. Ona xatırladılan, ona istənilən hər hansı bir şeyi, ona təzəkkür verilən bir sözü heç vaxt unutmaz. O ki, ona xatırladıblar, nəysə bir şeyi tapşırıblar, bir şeyi deyiblər, yaddan çıxartmazlar. Yəni, təqvalılar belə diqqətlidir. Bir adama bir şeyi söz verib, bir adam bundan nəysə istəyib, çalışır, diqqətli olsun, bunu unutmasın. Mən bu sözü qeyd eləyəndə ustadlardan birinin rəftarı yadıma düşdü. Tələbələr ona hər hansı bir söz deyirdilər, üstündən yay tətili keçirdi bir müddət sonra, qayıdandan sonra xatırlayırdı, həmin o məsələni yadında saxlayıb, onların yadına salırdı. Təqvalıların bir xüsusiyyəti budur. İndi müəyyən formada yazmaqla, qeyd eləməklə, yaddan çıxartmamaqla Həzrətin bu göstərişinə əməl edə bilərik. Allah inşallah bizi də bu xüsusiyyətlərə malik olanlardan qərar versin inşallah. Həftə boyunca önəmli hadisələr baş verib. Məlun, düşmən qəlbimizə dağ çəkib. Böyük mərcə təqlidi Seyyid Ayətullahul Uzma Xamneyni şəhadətə yetirməklə bu yaşadığımız əsrdə alimlərin də etirafına əsasən demək olar ki, bu şəhadət bizim üçün ən böyük itkidir. Dinin keşiyində hər tərəfli durduğuna görə belə adlandırıblar bunu. Yəni, hazırki əsrdə bənzərsiz doğrudan bizim üçün çox böyük itkidir. Bizim üçün nə üçün deyirəm? Çünki özü səadətə qovuşub. Özünə baxanda özünün halına görə sevinirik. Bu ən uca zirvədir. Bəzi hədislərə görə o şəhadət məqamından daha bir üstün məqam yoxdur. Bəzi hədislərə əsasən vurğulanıb ki, yəni elə bir şey var ki, ondan o tərəfə də üstün bir şey yoxdur. Həmin o yer şəhadətdir. O baxımdan özü üçün səadətdir, bizim üçün də böyük itkidir. İmam Hüseyin əleyhissalamın həyatından dərs alıb və onu həyatında yaşatdığı üçün
bu böyük şəxs bizim üçün dəyərlidir. Son görüşündə və çıxışlarının birində imamın bu kəlamını yenə xatırlatdı ki, misli la yubayi'u misləh. Həzrət İmam Hüseyin əleyhissalam Yezidə buyurduğu sözlərdən biri də buydu. Mənim kimisi sənin kimisindən beyyət eləməz heç vaxt. Ayətullah Xamneyi də belə idi. Məlun Trump beyyət istəyirdi. O istədiklərini icra eləməyi istəyirdi. Həyatında dəfələrlə İmam Xamneyi bunu xatırlatdı ki, misli İmam Hüseyin əleyhissalamın bu kəlamını göstərdi öz həyatında və izzətli yaşayışı seçdi. Trumpın məktubunu gətirən və imama təqdim eləmək istəyəndə dedi ki, mən bunu məktublaşmağa layiq bilmirəm. Ki, sən onun məktubunu oxuyasan mənə, mən bunu layiq bilmirəm. Belə bir izzətli yaşayışa malikdir və bütün bunlar İmam Hüseyin əleyhissalamın həyatından alınan dərs idi. İmam Hüseyin əleyhissalam Kərbəla vaqiəsində buyurduğu o tarixi sözlərdən biri buydu. Ələ innət da'i ibn da'i qad tərəkəni beynəs silləti və zilləh və heyhat minnəz zilləh. Həzrət buyurdu ki, bu naxələf oğlu naxələf, bu pis adam məni iki yol arasında qoyub, qılınc və zillət. Həzrət buyurdu, heyhat minnəz zilləh. Zillət bizdən uzaqdır. Bu böyük şəxsiyyət İmam Hüseyin əleyhissalamın həyatından dərs alaraq izzətli yaşayışı seçdi. İzzətli ölümü zillətlə yaşamaqdan üstün bilərək bizə dərs verdi, dərs qoydu. Amma Ayətullah Xamneyiyə qarşı olan bu cinayət, bu suiqəst bütün İslam aləminə qarşı olan bir suiqəst idi. Bütün İslam aləminə olan cinayət idi. Mərci təqlidlərimiz ki, İmam Zaman salamun əleyhin bizə əmanətləridir. Bizim qeybət dövründə qırmızı xəttimizdir. Bu qırmızı xəttimizi tapdaladılar. Ona görə bəzi hazırki böyük mərci təqlidlər hətta bu Trump'ın öldürülməsini İmam Zaman salamun əleyhin razılığı kimi qələmə verdilər və hökm verdilər onun qətlinə. Və açıq-aşkar etiraf elədilər. Amerika və İsrail bu cinayəti öz öhdələrinə götürdülər. Dövrün ən xəbisləri, dövrün ən paklarından birini şəhadətə çatdırdı və bu tarixdə təkrarlanan məsələdir. Necə ki, Şəbaniyyə xutbəsində oxuduq, əşqal əvvəlin, qətələhu əşqal əvvəlin. Bir çox dini mətnlərdə var ki, o dövrünün ən xəbis insanları, məsumları qətlə yetirib, şəhadətə çatdırıblar. Bu zamanda da bəzi pak insanların xüsusiyyətlərindən biri budur. O şəhadətə ən xəbis, ən napak insanların vasitəsilə şəhadətə çatıblar. Baxın, bir dəqiqə indiki kimi haqq və batil aşkar olmamışdı. Bir tərəfdə uşaq qatilləri, o Epstein'də olan o cinayətləri görmüsünüz. Yəni, ağla sığmaz hər nə cinayət bəşər evladının ağlına gələ bilərsə, onu yerinə yetirənlər bir tərəfdə, digər tərəfdə isə İslamın keşiyində duranlar, İslam dəyərini yaşatmaq istəyənlər. Ona görə bu qarşıdurmanı haqq və batil qarşıdurması adlandırıblar. Eyni ilə İslam və küfrün qarşıdurmasıdır. İslamı aradan aparmaq istəyənlərlə İslamı qoruyanlar arasında olan mübarizədir. Hamı bu mübarizədə öz yerini təyin eləməlidir.
ki mən İslamın tərəfindəyəm ya küfrün tərəfindəyəm. Neytral qalmaq yol verilməzdir bu kimi. İnsan mövqeyini, bu hadisələrin hamısı bəşər övladı üçün bir sınaqlardır. Hamımız imtihandayıq ki, mövqeyimizi bəlli eləyək. Ki, Peyğəmbərlənik, yoxsa Əbu Süfyanlarla. İmam Əli ilə yoxsa Muaviyyələrlə. İmam Hüseyin əleyhissalamlanıq, yoxsa Yezidlərlə. Mövqe təyin eləmək vaxtıdır bu günlər. Amma bizim müqəddəs dinimiz, qabaq da qeyd eləmişəm, şəxslərə bağlı deyil. Necə ki, bu Pak Seyidin şəhadətindən sonra müharibə davam eləyir. İslamdan müdafiə, cihad davam eləyir və mən deyərdim bir növ Ayətullah Xamneyinin əmrləri bu dəqiqə icra olunur. Bu onu göstərir ki, bizim sistem, bizim dinimiz, bizim yolumuz şəxslərə bağlı deyil. Necə ki, əziz İslam Peyğəmbərindən sonra İmam Əli əleyhissalam bu boşluğu doldurdu və digər imamlar bir-birinin ardınca bu boşluğu doldurdular. Biz də indi düzdür, başsız qaldıq, başsız qalmışıq. Bütün İslam ümmətinin, bütün dinin keşiyini çəkən qeyrətli bir din mütəxəssisini, din alimini, rəhbəri itirmişik. Amma ümidimiz var, Allah bu boşluğu bərpa eləyəcək. Biz görməmişik, amma o reallıq budur ki, necə ki, İmam Xomeyni rəhmətullah əleyhin vəfatından sonra bu boşluq əziz Seyidin vasitəsilə bərpa olundu. Bundan sonra da Allah bu dini başsız və yiyəsiz qoymayaraq bu boşluğu bərpa eləyəcək. İmam Xomeyni inqilabdan sonra 10 il onun başında dayandısa, 37 il bu inqilaba idarəçilik eləyən, ləyaqətlə, qüdrətlə, izzətlə başçılıq eləyən bu Seyid idi. Və bu qarşı durma, bu haqq-batil qarşı durmasında insan imanlı olsa, Allahla olsa, vurğulanıb ki, sizi iki gözəllikdən biri gözləyir. İhdəl husnəyeyn. Hər ikisi gözəldir. Hər ikisi qələbədir. Onlardan biri ya bu müqavimət yolunda, düşmənlə mübarizə yolunda, ya düşmənə qalib gəlməkdir. Bu bir gözəllikdir. Və yaxud bayaq qeyd elədiyim kimi ən uca zirvəyə, yəni şəhadət zirvəsinə nail olmaqdır. Düşmən hər tərəfli, amma məğlubdur. Biz hər iki cəhətdən bizə dinimiz bunu öyrədir ki, hər iki cəhətdən biri sizin halınıza şamil olacaq və hər ikisi gözəllikdir. Allah inşallah İslam ordusunu qalib qərar versin inşallah. Allah şəhid olanları bu yolda Kərbəla şəhidlərinlə məhşur eləsin. Amma İmam Xamneyi rəhmətullah aleyh özündən sonra bir məktəb qoydu. O məktəb ki, Qurandan və Əhl-i Beyt sirəsindən başa düşülən yoldur. Onun üçün bizim üçün dəyərlidir. Bu qədər yad edirik, xatırlayırıq. Buna görə Əhl-i Beytə görə biz dəyər verdik. Qurana əməl etdiyinə görə, Quranın yolunu davam etdiyinə görə, Əhl-i Beyt yolunu davam etdirdiyinə görə bizim üçün dəyərlidir. Bu məktəbin bəzi özəllikləri var, bəzi üsulları var. İmam Xamneyi məktəbinin o bəzi üsullarını qeyd eləmişəm. Onların başında duran Allaha inam, Allaha iman, Allaha təvəkkül. Bizim bu yolda hər nəyimiz var Allahdan bilirik. Yardımı Allahdan gözləyirik, nüsrəti Allahdan bilirik. Allahın vədələrinə inanmışıq. İn tansurullah fələ qalibə ləkum. Əgər Allah sizə yardım etsə, heç kim sizə qalib gələnməz. Əgər Allaha, Allahın dininə yardım etsəniz, Allah da sizə
yardım eder. Əgər imanlı olsa siz hamıdan üstünsüz. Kədərlənməyin, qəmlənməyin. Əgər imanınız olsa hamıdan üstünsüz. Bunlar Allahın vədələridir. Bu yolda ilk üsul, ilk əsas budur ki, Allaha iman və Allaha təvəkkül etmək. Gələcəyə ümidli olmaq İmam Xamneynin məktəbində olan digər üsullardandır. Naümidli yol verilməzdir. Ümidli gələcəyə baxışımız olmalıdır. Gələcəyə ümidli olmalıyıq. Və bu ümidimiz bizi İmam Zaman salamın əleyhi zuhuruna çatdırmalıdır. Başqa bir bu məktəbin xüsusiyyəti hegemon qüvvələrlə mübarizə. Zülmdən mübarizə, zülmə boyun əyməmək, istiqamətli durmaq. Əziz İmam Xamneyni niyə şəhid elədilər? Müqavimət eləyirdi, dayanıqlıydı, bu dinin qorunması üçün səbr elədi, dayandı və onun yolunu davam etmək istəyən bu dinin qorunmasında davamlı olmalıdır. Öz şəraitinə uyğun, öz vəziyyətinə uyğun əlindən gələni eləməlidir dinin qorunması üçün. İnsani və cəmaatla olmaq başqa bir əsası idi. Cəmaatın içində idi, cəmaatla bir idi, cəmaatdan özünü bir bilirdi. Baxın bir dəqiqə bu dövlət başçılarına baxın, onların malikanələrinə, onların ayrı seçkiliklərinə, özlərini üstün bilmələrinə, bu ədalətsizliklərə baxın dünyada. Ondan sonra müqayisə eləyin ilahi rəhbərlərlə. İnsanlarla olmaq başqa bir əsas idi. Vilayətmədarlıq başqa bir əsasdır. Yəni vilayət və Əhl-i Beyt məktəbindən xaric olmamaq. Baxın bu məktəbdə görə bilmərsiniz Əhl-i Beyt və Quran dəyərlərindən çıxılsın. Muaviyyə siyasəti yoxdur bu məktəbdə. Ki alçaqlıqla, xəyanətlərlə başqalarını terror eləmək və digər işləri bu məktəbdə görənmərsiniz. Uşaq məktəblərini bombardıman eləməyi bu məktəbdə görə bilmərsiniz. Çünki Əhl-i Beyt məktəbi buna icazə vermir. Amma xəbis düşmən hər bir cinayətə əl atır. Mərhum imamı şəhadətə çatdıranda elə bir cinayətləri də qız məktəbləri, qız məktəbini bombalamaq oldu. İranda İslami dəyərlərə əməl etmək üçün məktəblər orada ayrıdır. Oğlanlar bir məktəbdə oxuyurlar, qız uşaqlarını ayrı bir məktəbdə oxuyurlar. Qızlara məxsus olan bir məktəbi bombalamaqla 180-ə yaxın uşağı qətlinə səbəb oldular, şəhadətə çatdırdılar. Allah dünya və axirət əzablarını bol eləsin. Bu əsaslar idi İmam Xamneynin məktəbində ki, yenə qeyd edirəm, İmam Xamneynin yolu bizim üçün ona görə dəyərlidir ki, o yol Qurandan və Əhl-i Beytdən götürülübdür. Bu əsas usullardan sonra bəzi məsələlər var ki, bu məktəbdə özünü açıq-aşkar göstərir. Bunları qeyd edib sözümü yekunlaşdırıram. Həmin məsələlər mənəviyyatdır. Bu məktəbdə mənəviyyat başda durur. Bu məktəbin davamçıları öz mənəviyyatlarına diqqət eləyənlərdir. Mənəviyyatına diqqət eləməsə İslamın keşiyində dura bilməzlər ki. Əqlaniyyət, tədbirli olmaq, ağılla addım atmaq, bütün işləri bizim dinimiz elə bu ağıl dilidir, düşüncə və təfəkkür dinidir və ədalət. Ədalət bəzi vaxtı bərabərlikdir, bəzi vaxtlar isə hər kəsə öz layiqi dəyərini vermək. Bu da açıq-aşkar özünü göstərir bu məktəbdə ədalətli olmaq. Allah inşallah bu böyük şəxsiyyətlərin yolu ki, Əhl-i Beyt və Qurandan qaynaqlanır, onların yolunu davam etməkdə bizi müvəffəq eləsin.
Allah Teala İslam düşmənlərinə lənət eləsin. Amin. Amerika və İsrailin tezliklə yer üzündən kökünü kəssin. Amin. Bu insanlıq və bəşəriyyət düşmənləridir. Dünyada hər nə baş verir, bunlardan qaynaqlanır. Bunlar küfrün köküdür bunlar. Bunlar yer üzündən silinməsə heç vaxt dünyada əminamanlıq olan deyil. Müsəlmanlar dərk eləməlidir, bilməlidirlər ki, bunların əsas düşmənləri Amerika və İsrail. Əziz İmam dəfələrlə çıxışlarında qeyd eləyib ki, bizim əsas düşmənimiz Amerikadır. Bizim əsas düşmənimiz İsraildir. Sözümü Səhifə-i Səccadiyyədə zülmə məruz qalarkən Həzrətin etdiyi dualara bir neçə fəqərə, duaya işarə etməklə yekunlaşdırıram. İlahi Muhammed və onun əhl-i beytinə xatir. Öz qüvvənlə bizə zülm edənləri, bizim düşmənləri bizə zülm etməkdən çəkindir. Amin. İlahi qüdrətinlə onların zülmünün şiddətini bizə qarşı yatır. Amin. İlahi onların özlərini, başlarını özlərinə qatışdır. Amin. Və düşmənçilik etdiyi kəslərin qarşısında, yəni müsəlmanların, bizlərin qarşısında onları aciz elə. Amin. İlahi Muhammed və əhl-i beytinə xatir düşmənlərin, zalimlərin bizə zülm etməsinə yol vermə. Amin. Onların qarşısında bizə yaxşı köməkçi ol. Amin. Bizi onların əməllərini yerinə yetirməkdən, təkrar etməkdən qoru və bizi onların halına düçar etmə. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəəytən nəsə yədxuluna fi dinillahi əfvacə fəsəbbih bihamdi rabbikə və istəğfirhu innəhu kənə təvvəbə. Sadaqallahul aliyyul azim və s-salamu aleykum və rəhmətullahi və bərəkətuh.